Xaricdə yaşayan blogerlər Tural Sadıqlı, Elşad Məmmədov, Qurban Məmmədov və Süleyman Süleymanlının barələrində olan cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. Today Press TV APA istinadən xəbər verir ki, bugün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə qapalı keçirilən iclasda ittiham aktının elan olunmasına başlanılıb. Məlum olub ki, bu cinayət işi üzrə daha 3 nəfər Orduxan Teymurxan, Orxan Ağayev və Rafael Piriyev də ittiham olunur. Növbəti proses dekabrın 5-nə təyin edilib. Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin dələduzluq, terrorçuluğa açıq çağırışlar, kütləvi ixtişaş, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi ixtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə, silahlı qiyam, rəsmi sənədi saxtalaşdırma maddələri ilə ittiham olunurlar. Onlar ölkə xaricində olduqlarına görə barələrində məhkəmə qərarı ilə qiyabi həbs qəti imkan tədbiri seçilib. Namiq Abbasov, Today Press TV.